Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədisində buyurur ki, bədbəxt və bədaqibət o şəxsdir ki, bu ay bağışlanmaya. Yəni mübarək Ramazan ayı gələ gedə bu insan bağışlanmaya. Bismillahirrahmanirrahim. Rəhman və Rəhim olan Allahın adıyla. Əziz dostlar, artıq Ramazan ayındayıq. Hər kimin nə duası var, nə istəyi var. Allah ən ali dərəcədə qəbul eləsin. Mən sizlərdən xahiş edirəm, hər biriniz bizim üçün dua edin. Biz də sizlər üçün dua edirik. Allah qəlblərimizi iman və təqva yolunda sabit qədəm etsin. İmam Sadiq İslam buyurur, Ramazan ayında bağışlanmayan gələn ilə qədər bağışlanmaz. İlla Ərəfat çölü istisna olmaqla. Yəni bir bağışlanma ili də Allah təyin edib Ərəfə günündə. Bəli, bu ay bağışlanma ayıdır. İnsan Allahdan istəyə, ilahi məni bağışla. Allah bütün xəzinələrini bu ayda açıb və Rəhmət surəsini bu ayda açıb. Hər birimizi qonaqlığa çağırır. Bu ayda oruç tutanın nəfəsi verib almağı ibadət, yatmağı ibadət, halala baxmağı ibadət, bir aya Quran oxumağı bir Quran xətminə bərabər, vacib namaz qılmaq neçə rükətli namaz qılmağa bərabər. Hər halda bu ayda Allah insana, bəndəyə bir fürsət verib və onun qapısına gələnləri Allah bağışlayır və əfv edir. Bu ilahi bir hikmətdir, ilahi bir məğfirətdir. İnsan əgər bu ayda fürsətlərdən yararlanmasa, hansı ayda yararlanar? Hz. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədisində buyurur ki, bədbəxt və bədaqibət o şəxsdir ki, bu ay bağışlanmaya. Yəni mübarək Ramazan ayı gələ gedə bu insan bağışlanmaya. Dostlar, mən istəyərdim ki, bu ayın bir neçə əməlləri haqqında, ümum ay ərzində bu əməllər haqqında məlumat verəm. Bilirik ki, artıq Ramazan ayının bitməsinə 27 gün qalır. Amma biz nə qədər bu aydan fayda aparacağıq, nə qədər bəhrə aparacağıq, bunu biz bilirik, bir də Allahımız bilir. Hər halda, amma mən istəyərdim ki, bir məlumat verəm. Səhərləri hansı əməllərə etsək yaxşı olar, axşamlara hansı əməllərə etsək yaxşı olar. Birinci növbəli səhərin əməlləri, səhur etmək. Bir xurma və yaxud bir su ilə də olsa insan səhur eləyər. Müstəhəbdir, bəyəniləndir. Səhur eləyən vaxtı insan Qədr surəsini oxuya. Bismillahirrahmanirrahim. İnna ənzəlnahu fi leylətil qədr və ma ədraka ma leylətil qədr. Hər kim hədislərdə var, iftarla səhur arasında bu surəni oxuyarsa, Allah yolunda öz qanına bulaşanın savabını Allah həmən şəxsə yazar. Gündə hər gün 100 dəfə salavat deyə Peyğəmbər və əhl-i beytinə. Allahumma salli ala Muhammed və ali Muhammed. Və dostlar, axşamın əməllərinə gələndə, axşamın əməlləri nədir? İftar etmək. Yaxşı olar ki, insan bir su və xurma ilə də olsa iftar eləyər. Və bundan da əlavə iftar eləyən zaman insan əgər zəifdirsə, taqəti yoxdursa, yaxşı olar ki, ilk öncə iftarını etsin, sonra namazını qılsın. Amma yox, gözləyə bilirsə, birinci namazı qılsın, sonra iftarını etsin. Və yaxud kimsə onu gözləyirsə əgər, birinci iftarını etsin, sonra namazını qılsın. Bəzən bir ziyafətdə oluruq, bir qonaqlıqda oluruq, hamı oturub bir nəfər deyir, mən gedirəm namaz qılmağa. Orada icazə budur ki, şərt budur ki, gələn insan oturur həmən şəxslərlə iftarını edir, sonra namazını qılar. Bundan da əlavə pak və halal nemətlərlə insan iftar eləyər. Şübhəli, haram yeməklərlə iftar etmək olmaz. İftar vaxtı dua oxumaq. Hər kim bu duanı oxuyarsa, Allah Taala ona oruç tutanlar, nə qədər oruç tutanlar varsa, onun savabını verər. O dua, Allahumma ləkə sumtu və əla rizqikə əftartu və aleykə təvəkkəltu ya vasiyəl məğfirəti ixfirli duasını oxumaqdır. Və dostlar, hər kim birinci tikəni ağzına qoyub bu duanı oxuyarsa, Bismillahirrahmanirrahim, ya vasiyəl məğfirəti ixfirli, ilahi, mərhəmətli Allah, məni bağışla, günahlarımı bağışla, Allah onun günahlarını bağışlayar. İftar vaxtı da dostlar, eynən Qədr surəsini oxumaq tövsiyə olunur.
Əgər mümkün olsa iftar zamanı bir su və bir xurma ilə də olsa, bir iftar tutana, bir oruç tutana üzr istəyirəm. İnsan iftarlıq verə, orucunu açmağa verə, Allah onun orucunun savabı qədər həmən şəxsə savab verə. Həzrət Peyğəmbərimiz buyurur, hər kim oruç tutanın bir su və yaxud bir xurma verərsə orucunu açmağa, Allah onun tutduğu orucun savabı qədər ona əcr və mükafat verər. Amma bu demək də deyil ki, insanın mükəlləfin üzərindən orucluq götürürlər. Xeyr, insan üzərində vacibi oruc qalır. Və dostlar, Ramazan ayının hər gecəsi bu duanı kimi oxusa, 40 illik günahlara bağışlanar. Və o dua, Allahumma Rabbə şəhr Ramazan, əlləzi ənzəltə fihil Qur'an, və iftarazdə alə ibadikə fihis-siyam, صل على محمد وآل محمد وارزقنا حج بيتك الحرام في عام هذا وفي كل عام واغفر تلك الذنوب العظام فإنه لا يغفر غيرك يا رحمن يا الله. Kim bu duanı oxuyarsa, həmən şəxsin 40 illik günahları bağışlanar. Və dostlar, Ramazan ayı bilirik ki, Quran-ı Kərimin baharıdır. Quran-ı Kərim bu ayda nazil olur. Ünsiyyətimizi Quranla çoxaldaq. Nə qədər Quran oxusaq, nə qədər Quran tilavət eləsək, bir o qədər ruhumuza qida vermiş olarıq. Bir o qədər qəlbimizə qida vermiş olarıq. Və Quran oxumaq, bu ayda sədəqə vermək, insan çalışdığı qədər sədəqə çıxardar, ruzusu, malı bərəkətli olar, bərəkətlənər. Və zikr və istiğfarlar demək, ən gözəl zikirlərdən biri də La ilahə illallah zikrin dostlar deyək inşallah. Və Ramazan ayının ilk günündən ta axırıncı gününə qədər vacibi namazlardan sonra müəyyən dualar var dostlar. O müəyyən dualardan məşhurlarını mən sizə qeyd edirəm. Onlardan birincisi Allahumma haccə beytikəl haram fi ami həzə və fi kulli am duasını oxumaqdır. İkinci dua Allahumma ədxil əla əhlil quburus surur duasını oxumaqdır. Və üçüncü dua isə Ya Aliyyü Ya Azim, Ya Qafur Ya Rahim, Əntər Rabbul Azim, Əlləzi leysə kəmislihi şey duasını oxumaqdır ki, hər vacibi namazlardan sonra bu üç duanı oxumaq tövsiyə olunmuşdur. Bu qədər əziz dostlar, mən inşallah ki bu qədər ilə kifayətlənirəm və növbəti video çaxlarımızda mən bu gecələrdə gecənin namazları haqqında da inşallah məlumat verərəm. Dua edin və qəlbinizi, ruhunuzu, necə deyərlər, cisminizi Quranla daha da təravətləndirin. Yəni Quranla ünsiyyətimizi daha da çoxaldaq, Allahla ünsiyyətimizi daha da çoxaldaq inşallah. Allah hər birinizə razı olsun. Assalamu aleykum və rahmetullahi və bərəkatuhu.